Yol vağzalının çıxışında proqram vasitəsilə Alipay'dan deyək ki, taksi çağırırsınızsa, onun xüsusi yeri var. Vağzalın altında yerləşib, baxın, belə bir parkingdir. Bura gəlirlər həmin avtomobillər və nömrələri var, görürsünüz. A01, A02, 501 ərazisində avtomobil dayanıb, 61 667. Burada monitorda var, parkingin monitorudur. Həmin taksinin burada olduğunu göstərir, artıq gözləyir. Qırmızı yanıb sönür. Hətta monitorda görürsünüz, taksilər yaxınlaşır, parkingə düşməyə gəlirlər. İlk hərfləri görünür, amma son hərfləri bilinmir. Artıq daxil olanda avtomobil kamera fiksasiya eləyir və burada monitorda bir daha görünəcək ki, hansı ərazidə onu gözləyir. Gəldilər və müştərilərini gözləyirlər. Başqa yerə yerləşə bilməzlər. Boş ərazi tuturlar. Müştəri də bilir ki, avtomobili gəldi. O yaxınlaşır. Taksi proqramında görürsə avtomobilin nömrəsi BDL 7288-dir. B02 bölməsində görürsünüz dayanıb avtomobil. B02 bölməsində artıq avtomobil bizi gözləyib, minib gedə bilərik.